Yasamalda 9 mərtəbəli Leningrad layihəli binada təcili olaraq 2 otaqlı, ideal təmirli bir mənzil satışa çıxarılıb. Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Paylaşımlarımızı bəyənib səhifəmizi takib etməyi unutmayın ki, satışa çıxarılan və yaxud da icarəyə verilən daşınmaz əmlaklar haqqında təcili, tam və ətraflı məlumatınız olsun. Hal-hazırda sizə təqdim etdiyim daşınmaz əmlak bina evidir. Yerləşir Yasamal rayonunda, Yeni Yasamal qəsəbəsində, Məhəmməd Xiyabani küçəsində, Qismət Şadlıq Sarayının yaxınlığında 9 mərtəbəli Leningrad layihəli binanın 1-ci mərtəbəsində ümumi sahəsi 60 kvadrat olan qanuni 2 otaqlı, ideal təmirli bir mənzildir ki, təcili olaraq satışa çıxarılıbdır. Biz də istədik ki, çəkiliş edib siz dəyərli izləyicilərimizə təqdim edək. Binanın yerləşdiyi ərazi məktəbə, bağçaya və bütün yaşayış obyektlərinə yaxın olmaqla bərabər bu ərazidən keçən bir neçə avtobus xəttinin dayanacağına da çox yaxın bir ərazidə yerləşir. Əgər sizin də satmaq istədiyiniz və yaxud icarəyə vermək istədiyiniz daşınmaz əmlakınız varsa, bölgəsindən asılı olmayaraq daşınmaz əmlakınızın şəkil və videolarını çəkib bizə göndərsiniz və yaxud da zəng edirsiniz. Biz özümüz gəlib çəkiliş edib özümüzə məxsus olan TikTok və YouTube səhifəmizdə sizin şəxsi telefon nömrənizlə paylaşım etməklə daha tez satışına və yaxud da icarəyə verilməsinə köməklik göstərə bilərik. Bir daha xatırladıram, bu mənzil yerləşir Yasamal rayonunda, Yeni Yasamal qəsəbəsində, Məhəmməd Xiyabani küçəsinin sonunda, Qismət Şadlıq Sarayının yaxınlığında 9 mərtəbəli Leningrad layihəli binanın 1-ci mərtəbəsində ümumi sahəsi 60 kvadrat olan qanuni 2 otaqlı, ideal təmirli bir mənzildir ki, təcili olaraq satışa çıxarılıbdır. Binanın qazı, suyu, işığı daimidir, sənədi, kubcadır, binanın həyəti abadlaşdırılıbdır, binanın yaxınlığında parkı mövcuddur və bütün yaşayış obyektləri fəaliyyət göstərir. 17, 39, 193 nömrəli avtobus xətlərinin sonuncu dayanacağı da demək olar ki, binanın 100 metrlik məsafəsində yerləşir. Dəyərli izləyicilər, bu və bu kimi daşınmaz əmlaklara sahib olmaq istəyirsinizsə və yaxud satmaq istəyirsinizsə, icarəyə verib icarəyə götürmək istəyirsinizsə 050 277 14 35 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun, salamat qalın. Digər videolarımızda görüşmək ümidi ilə hələlik. Yeni Yasamalda tək şəxsiyyət vəsiqəsi ilə daxili ipotekada olan 3 otaqlı mənzil təcili olaraq satışa çıxarılıb. Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Paylaşımlarımızı bəyənib səhifəmizi takib etməyi unutmayın ki, satışa çıxarılan və yaxud da icarəyə verilən daşınmaz əmlaklar haqqında təcili, tam və ətraflı məlumatınız olsun. Hal-hazırda sizə təqdim etdiyim daşınmaz əmlak bina evidir. Yerləşir Yasamal rayonunda, Yeni Yasamal qəsəbəsində, Məhəmməd Xiyabani küçəsinin sonunda, Jasmin Park yaşayış kompleksində, yeni inşa olunmuş hündür mərtəbəli binanın 15-ci mərtəbəsində ümumi sahəsi 100 kvadrat olan 2 otaqdan 3 otağa düzəlmə, tam təmirli, qazı, suyu, işığı daimi olan, liftləri işlək vəziyyətdə olan bir mənzildir. Təcili olaraq satışa çıxarılıbdır. Biz də istədik ki, çəkiliş edib siz dəyərli izləyicilərimizə təqdim edək. Videomuzu sona dək izləyin ki, aylıq ödənişi, qalıq borcu və bu kimi bütün məlumatları tam ətraflı olaraq eşidə biləsiniz. Əgər sizin də satmaq istədiyiniz və yaxud icarəyə verilmək istədiyiniz daşınmaz əmlakınız varsa, bölgəsindən asılı olmayaraq daşınmaz əmlakınızın şəkil və videolarını çəkib bizə göndərirsiniz və yaxud da zəng edirsiniz. Biz özümüz gəlib çəkiliş edib özümüzə məxsus olan TikTok və YouTube səhifəmizdə sizin şəxsi telefon nömrənizlə paylaşım etməklə daha tez satışına və yaxud da icarəyə verilməsinə köməklik göstərə bilərik. Bir daha xatırladıram, bu mənzil yerləşir Yasamal rayonunda, Yeni Yasamal qəsəbəsində, Məhəmməd Xiyabani küçəsinin sonunda, yeni inşa olunmuş Jasmin Park yaşayış kompleksində, hündür mərtəbəli binanın 15-ci mərtəbəsində, ümumi sahəsi 100 kvadrat olan 2 otaqdan 3 otağa düzəlmə studiya tipli bir mənzildir ki, təcili olaraq satışa çıxarılıbdır. Mənzilin ilkin ödənişi 75.000 manatdır. Mənzilin aylıq ödənişi 1300 manatdır. Onu da xatırladım ki, hal-hazırda Jasmin Park yaşayış kompleksində 1700 manatdan aşağı ödəniş yoxdur. Bu mənzil sizə 1300 manat aylıq ödənişlə təqdim olunur. Hal-hazırda 20 il 8 ayı qalıbdır. Bu günə olan borcu 139.600 manatdır. Mənzili 10 ilə də ödəyə bilərsiniz. Onda aylıq ödəniş olacaq 1850 manat. Dəyərli izləyicilər, bir daha xatırladıram.
Mənzilin ilkin ödənişi 75.000 manatdır. Aylıq ödənişi 1300 manatdır. 20 il 8 ay qalıbdır. Bu günə olan borcu 139.600 manatdır. Bu və bu kimi daşınmaz əmlaklara sahib olmaq istəyirsinizsə və yaxud satmaq istəyirsinizsə, icarəyə verib icarəyə götürmək istəyirsinizsə 050 277 1435 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun, salamat qalın. Digər videolarımızda görüşmək ümidi ilə hələlik. Yeni Yasamalda Leningrad layihəli 2 otağa düzəlmə mənzil çox münasib qiymətə satışa çıxarılıb. Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Paylaşımlarımızı bəyənib səhifəmizi takib etməyi unutmayın ki, satışa çıxarılan və yaxud da icarəyə verilən daşınmaz əmlaklar haqqında təcili, tam və ətraflı məlumatınız olsun. Videomuzu sona dək izləyin ki, qiyməti haqqında da xəbərdar olasınız. Hal-hazırda sizə təqdim etdiyim daşınmaz əmlak bina evidir. Yerləşir Yasamal rayonunda, Yeni Yasamal qəsəbəsində, Əsəd Əhmədov küçəsində 1-ci svetofor'a yaxın 9 mərtəbəli Leningrad layihəli binanın 9-cu mərtəbəsində. Ümumi sahəsi 40 kvadrat olan bir otaqdan 2 otağa düzəlmə köhnə təmirli bir mənzildir ki, təcili olaraq satışa çıxarılıbdır. Biz də istədik ki, çəkiliş edib siz dəyərli izləyicilərimizə təqdim edək. Binanın qazı, suyu, işığı daimidir. Yerləşdiyi ərazi məktəbə, bağçaya və bütün yaşayış obyektlərinə yaxın olmaqla bərabər bu ərazidən keçən bir neçə avtobus xəttinin dayanacağına da çox yaxın bir ərazidə yerləşir. Mənzil təmir olunduqdan sonra 400-450 manata, 500 manata kirayə vermək də mümkündür. Əgər sizin də satmaq istədiyiniz və yaxud icarəyə vermək istədiyiniz daşınmaz əmlakınız varsa, bölgəsindən asılı olmayaraq daşınmaz əmlakınızın şəkil və videolarını çəkib bizə göndərirsiniz və yaxud da zəng edirsiniz. Biz özümüz gəlib çəkiliş edib özümüzə məxsus olan TikTok və YouTube səhifəmizdə sizin şəxsi telefon nömrənizlə paylaşım etməklə daha tez satışına və yaxud da icarəyə verilməsinə köməklik göstərə bilərik. Bir daha xatırladıram, bu mənzil yerləşir Yasamal rayonunda, Yeni Yasamal qəsəbəsində, Əsəd Əhmədov küçəsində 1-ci svetofor'a yaxın 9 mərtəbəli Leningrad layihəli binanın 9-cu mərtəbəsində. Ümumi sahəsi 40 kvadrat olan bir otaqdan 2 otağa düzəlmə köhnə təmirli bir mənzildir. Sənədi kupçadır, qiyməti 97.000 manatdır. Real alıcı olduğu təqdirdə aşağı yeri də var. Mənzil təmir olunduqdan sonra təxminən 400-500 manat civarında kirayə vermək də mümkündür. Binanın qazı, suyu, işığı daimidir, liftli işlək vəziyyətdədir və yerləşdiyi ərazi məktəbə, bağçaya yaxın olmaqla bərabər bu ərazidən keçən bütün avtobus xətlərinin dayanacağına və bununla bərabər bir neçə yaşayış obyektinə də çox yaxın bir ərazidə yerləşir. Bu və bu kimi daşınmaz əmlaklara sahib olmaq istəyirsinizsə və yaxud satmaq istəyirsinizsə, icarəyə verib icarəyə götürmək istəyirsinizsə 050 277 1435 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun, salamat qalın. Digər videolarımızda görüşmək ümidi ilə hələlik. Azadlıq metrosuna piyada 7-8 dəqiqəlik məsafədə 2 otağa düzələ biləcək yeni inşa olunmuş binada 60 kvadratlıq mənzil satışa çıxarılıb. Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Paylaşımlarımızı bəyənib səhifəmizi takib etməyi unutmayın ki, satışa çıxarılan və yaxud da icarəyə verilən daşınmaz əmlaklar haqqında təcili, tam və ətraflı məlumatınız olsun. Hal-hazırda sizə təqdim etdiyim daşınmaz əmlak bina evidir. Yerləşir 7-ci mikrorayonda. Əvvəldə də bildirdiyim kimi Azadlıq metrosuna piyada 7-8 dəqiqəlik məsafədə Faxralı restoranının yaxınlığında yeni inşa olunmuş hündür mərtəbəli binanın 5-ci mərtəbəsində ümumi sahəsi 60 kvadrat olan bir otaqlı mənzildir ki, bu mənzili ideal vəziyyətdə 2 otaqlı mənzilə çevirmək olar, təcil olaraq satışa çıxarılıbdır. Yerləşdiyi ərazi əvvəldə də bildirdiyim kimi Azadlıq metrosuna piyada 7-8 dəqiqəlik məsafədə yerləşir və bununla bərabər bu ərazidə olan bütün yaşayış obyektlərinə və bu ərazidən keçən bütün avtobus xətlərinin dayanacağına da çox yaxın bir ərazidə yerləşir. Videomuzu sona dək izləyin ki, qiyməti haqqında da ətraflı məlumatınız olsun. Əgər sizin də satmaq istədiyiniz və yaxud icarəyə vermək istədiyiniz daşınmaz əmlakınız varsa, bölgəsindən asılı olmayaraq daşınmaz əmlakınızın şəkil və videolarını çəkib bizə göndərirsiniz və yaxud da zəng edirsiniz. Biz özümüz gəlib çəkiliş edib özümüzə məxsus olan TikTok və YouTube səhifəmizdə sizin şəxsi telefon nömrənizlə paylaşım etməklə daha tez satışına və yaxud da icarəyə verilməsinə köməklik göstərə bilərik. Bir daha xatırladıram, bu mənzil yerləşir 7-ci mikrorayonda. Azadlıq metrosuna piyada 7-8 dəqiqəlik məsafədə, Faxralı restoranının yaxınlığında yeni inşa olunmuş hündür mərtəbəli binanın
5-ci mərtəbəsində. Ümumi sahəsi 60 kvadrat olan bir otaqlı mənzildir ki, mətbəxindən də göründüyü kimi ideal vəziyyətdə 2 otaqlı studiya tipli və yaxud mətbəx balkona çıxarılmaq şərti ilə ideal vəziyyətdə 2 otaqlı mənzil etmək də mümkündür. Mənzilin sənədi kupçadır, qiyməti 145.000 manatdır. Real alıcı olduğu təqdirdə yəqin ki, ev sahibi tərəfindən də endirim olunacaq. Bu və bu kimi daşınmaz əmlaklara sahib olmaq istəyirsinizsə və yaxud satmaq istəyirsinizsə, icarəyə verib icarəyə götürmək istəyirsinizsə 050 277 14 35 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun, salamat qalın. Digər videolarımızda görüşmək ümidi ilə hələlik.